İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib. Qafqaz İnfonun məlumatına görə, bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşına dək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Uşaq pulunun bərpası və onun diferensial şəkildə tətbiqini məqsədə uyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etdiyimiz mexanizmə görə uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşına dək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.400 nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144.000 nəfər, 1 yaşda olanlar 157.800 nəfər, 2 yaşda olanlar 164.400 nəfər və 3 yaşı tamam olanlar 168.200 nəfərdir. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir. Digər diferensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşına dək uşaqlara aiddir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.800 uşaq var. Belə ki, 170.700 uşağın 4, 172.300 uşağın 5 və 173.800 uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır. Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir. 7 yaş 163.300, 8 yaş 149.800, 9 yaş 150.000, 10 yaş 124.700, 11 yaş 121.000, 12 yaş 120.800, 13 yaş 121.100, 14 yaş 132.300, 15 yaş 126.900, 16 yaş 124.200, 17 yaş 129.400 məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulunun məbləği 58 milyon 512 min manat edir. Bütövlükdə bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.400 uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. İqtisadçı həmçinin sözgedən illik məbləğin ödənilməsi yollarını da təklif edir. Əvvəla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyon 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6,5%-ni təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib, bu istiqamətdə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yolu ilə onların sayını azaltmaqla ünvanlı sosial yardım alanları özünə məşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik. Mingəçevirdə faciəli hadisə baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. Səbinə Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə Səbinə Qarayeva ehtiyatsızlıqdan yıxılıb. Məlumata görə Səbinə Qarayeva nişanlı olub. Martın 24-ü onun toy alacaqmış. Faktla bağlı araşdırma aparılır. Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyev bölgələrdə səfərliyə, Göçəbədən, Şamaxı və Aksuda zəlzələdən zərər çəkmiş insanların problemlərinin nail olması bunun bariz nümunəsidir. Bu fikirləri Martın 9-da jurnalistlər açıqlamasında Azərbaycan seçki keçid prezidenti Fransı Təhsilat Məsələləri İşləti Yöneticisi Zeynal Ağdəli bildirir. Prezident administrasiyasının rəsmisi Şamaxı və Aksuda
Ali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı məlumat verir. Deyib ki, Şamaxıda və Ağsuda əhalilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarət edilir. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənir. Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Evlər sığortalanır, dövlətin qayğıdan kənara qalır. Amma Azərbaycan bu siyasətlə də ölməlir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki Prezidentimizin də dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır deyə Nağdəliyev qeyd edir. Zeynal Ağdəliyev qeyd edir ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarət edilir.